və hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmanın təmin edilməməsi maddəsində tətbiq olunan cərimələr haqqında suallar olur. Suallar ona ibarət ki, burada kimlərə tətbiq oluna bilər? Qanunvericinin tələbindən, yəni bu qanunvericidə qeyd edək ki, iyun ayında dəyişiklik edilmişdi. Bu maddə yeni bir maddə kimi daxil edilmişdi və belə deyək, əvvəllər cərimə nəzərdə tutulsa da bu maddə daha geniş əhatə edir və hər hansı bir boşluq da yaranmasına imkan vermir. Həmin maddədə qeyd edilir ki, həm hər bir işçi üzrə sığorta müqaviləsinin aparılmamasına görə, ümumiyyətlə həmçinin də sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr tətbiq olunur. Sual yarana bilər ki, işçilər üzrə aydındır ki, bu İSİBİ-AZ portalından həyata keçirilir. Yəni MS6 sisteminə daxil edəndən sonra bir gün sonra İSİBİ-AZ-da biz onu həyata keçiririk. Bəs digər şəxslər kimlərdir? Bunlara istehsalatda təcrübə proqramı keçirən şəxslər daxildir. Bundan əlavə fərdi sahibkarların özləri də sığortalanmalıdır. Əgər bu sığortalanma həyata keçirilmirsə, o zaman İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən vəzifəli şəxsə 1500 manat məbləğində, hüquqi şəxsə 5000 manat məbləğində cərimə edilir. Qeyd edək ki, bu cərimələr elektron protokol əsasında müəyyən edilir, yəni yerlərə gedilmədən MS6 sistemi və İSİBİ-AZ-la tutuşdurulur, onun əsasında həyata keçirilir. Ümumiyyətlə, bizim 25 oktyabrda keçirəcəyimiz təlimdə MS6 forması, EGOV və həmçinin də İSİBİ-AZ portalına məlumatların işlənməsi ilə bağlı geniş məlumat veriləcək.